Hər bir dövlətin gücü yalnız quruda və dənizdə deyil, həm də səmada ölçülür. Azərbaycan üçün isə hava məkanı müstəqilliyin, təhlükəsizliyin və suverenliyin ayrılmaz hissəsidir. 1992-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələri rəsmi olaraq yaradıldı. İldən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrində geniş miqyaslı modernləşmə prosesi başladı. Yeni qırıcı və təlim təyyarələri, döyüş və nəqliyyat helikopterləri, hava hücumundan müdafiə sistemləri silahlanmaya qəbul edildi. Bugün Azərbaycan Hərbi Hava Qüvvələri regionun ən müasir hava qüvvələrindən biri hesab olunur. Davamlı təlimlər, texnoloji yeniliklər və peşəkar şəxsi heyət gələcəkdə də ölkənin hava təhlükəsizliyini təmin edəcək.